2025-ci ildə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti 226 milyon 803 min 167 sərnişin daşıyıb. Bu göstərici metropoliten şəhərdaxili nəqliyyat sistemindəki əhəmiyyətini bir daha təsdiqləyir və şəhər sakinlərinin gündəlik tələbatında mühüm rol oynadığını göstərir. Statistik məlumatlara görə sərnişinlərin böyük hissəsi iş günləri və pik saatlarda metropoliten xidmətindən istifadə edib. Sərnişinlərin stansiyalar üzrə bölgüsü metropolitenin infrastruktur və xidmət sahələrinin təkmilləşdirilməsi üçün mühüm məlumat bazası yaradır. Son illər Bakı metropoliteni sərnişin xidmətini daha da artırmaq üçün bir sıra yeniliklər həyata keçirib. Bunlar arasında yeni vaqonların istismara verilməsi, stansiyaların təmir və modernləşdirilməsi, eləcə də elektron ödəniş sistemlərinin genişləndirilməsi yer alır. Hər il artan sərnişin sayı metropolitenin bu tədbirlərinin müsbət nəticələr verdiyini göstərir. Mütəxəssislərin fikrincə Bakı metropoliteni yalnız şəhər daxili nəqliyyatı təmin etmir, həm də avtomobil sıxlığının azalmasına və ətraf mühitin qorunmasına əhəmiyyətli töhfə verir. Sərnişin artımı şəhər həyatının dinamizmini əks etdirir və metropoliten gələcəkdə yeni xətlərin açılması və xidmət keyfiyyətinin artırılması üçün əsas göstərici hesab olunur.